Fakt bir göz qabağındadır da. Bunu deməyə ehtiyac yoxdur ki, fakt göz qabağındadır. Uşağı bax burada vurup, burada da beynin dəyib yerə partlayıb qan gedir beynindən inan dəhşət. Güzdən qoyulan maşına göndərilə getdi xəstəxanaya. İndi təvəkkül ola, indi orada da nətərdə elə bilim, biri deyir yaxşıdır, biri deyir... Tez-tez olur da burada hadisə. Ha, burada alsa tez-tez maşınlar gözləmirlər, sözün açığı gözləmirlər. Çox özdə radarda qoyulub bu yaxınlarda, radar da var. Hələ radara da meyil verən yoxdur. Çox sürətlə sürürlər, həddindən artıq sürətlə sürürlər maşınlar. Həddindən artıq. Onu öyle tapşırmaq lazımdır, hamısına elan vermək lazımdır. Məktəbli uşaq var məsələn, gəlib gedir. 15.05 şimdi tapşırmaq. Bir tane bu öyle orada, bir tane o yana. Biləsuvar Mərkəzi Xəstəxananın təcili təxirə salınmaz yardım şöbəsinin növbəçi həkimi Məhərrəmov Ramiz 08 aprel 2025-ci il tarixdə saat 12:30 radələrində yol nəqliyyat hadisə səbəbindən xəsarət alan bir nəfər kişi cinsli Biləsuvar Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onda dəqiqləşdirilmiş kəllə daxili travma diaqnozu təyin edilib. Hal-hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.